antik əşyalar, qədim əşyalar ticarəti ilə məşğul imiş. Sonra nəysə bu bankrot olur, falan olur, o bütün o sərmayəsini verir, qal. 2 dənə bahalı deyir, antik, qədim, köhnə bir qab, bir kasası olur deyir. Çox bahalı, qədim. Amma toz torpaqsında qədim malın vəziyyəti necə olar? Deyir, gedir bu bir gün toya, başqa şəhərə, həyat yoldaşını götürür, ailəsini götürür, apar. Anası qoca arvaddı, qalır evdə. Arada bir küçəyə çıxır, baxır, bir nəfər gəlir, deyir, köhnə şeylər alıram. Belə zirəng adamlar var. Əvəzində təzə şeylər verirəm. Bu arvada deyir ki, evdə nəsə var, deyir, valla oğlumun evidir, xəbərim yoxdur. Girir, zirzləmiyə baxır, görür ki, küncdə bir kasa var, bir qab, götürür, çıxardır, yaparım, verim, bir şey əldə edim. O da görür, deyir, başa düşür ki, çox bahalıdır, amma üzə vurmur. Deyir, bu mənim anamdan yaşlıdır, belə deyir, köhnədir. Elə yazıb elə kitabında, zarafat eləyir. Bana nə vermək olar? Deyir, baxdan nə verirsən ver. Bilir, abi qiymətlidir, bunu aldadır. Çıxardır, nəm 10 dənə təzə qab verir, stakan verir, nəlbəki verir filan. Arvad sevinə-sevinə gəlir ki, xeyirli ticarət elədim. Oğlu səfərdən qayıdır, deyir ki, yığmısınız köhnə şeyləri evə filan, görün nələr almışam filan. Oğlu baxır, deyir, hə, çox yaxşı, nədən almışsan? Deyir, o qab vardı, orada kəsvanı verdim. Oğlu deyir, qalır, donur yerində ki, bütün ümidimi buna bəsləmişdim. Şeytan insanı, bax, belə ziyanlı ticarətə dəvət edir, dərd nədədir? Elə bilirsən, xeyir əldə eləmsən, dərd bundadır. Azın verib, çoxunu alır əlindən. Uşağın əlində bir şey görərlər, deyir ki, bu konfeti verim, o 100 manatı ver mənə, o da bilmir axı nədir. Sevinə-sevinə gedir. Bizim vəziyyətimiz o uşağın vəziyyətidir. Öz yanımıza işləyirik. Sərmayə, məsələn, birinin 1 milyon sərmayəsi var, 50 manat pul qazanır. Bu sərmayəni görməsə 50 manatı qazanc biləcək. Amma sərmayə ilə müqayisədə görəcək, mən ziyan eləyirəm. Bəzi adamlar sevinir, həyatda sevincəkdir. Elə bilir qazanır. Çünki insani potensialından xəbəri yoxdur. Vurub nisbətdə gərək müqayisə eləsən ki, bu sərmayə mənə nə qədər gəlir gətirə bilərdi, nə qədər gətirir. Yoxsa gəlirin özünə baxsan, 50 manat da gəlirdi. Amma sərmayə ilə müqayisədə ziyandır. Din bu ilə sadə hesablamalar üzərində qurulub.